Herkese selam dostlar. Mən İsmail Müsəyib. Yenə video çəkmək istədim. Necəsiz bu arada? Yaxşısınız? Mən də yaxşıyam. Çox sağ olun. Dostlar, o 4 gün əvvəl attığım videonu bəyəndiniz. 2 dənə video atmışdım. 16 noyabr. Biri sizlə güldürmək videosu, biri də çöldə. Bir dənə dik adamın komada qalanda mahnı oxuduğu bir video çəkmişdim. Güya. O da mən idim onu oxuyan. Əslində dostlar, orada onlara mən 16 çəkdim. Ayın 16-sı. Bugün de ayın 20'sidir. Aradan 4 gün çəkib, düşdümü? Posta orada yazılıb ki 3 gün. O səhv yazılıb, ona fikir verin. Orada 3 gün yazılıb. Ama bugün ayın 20'sidir. Birazdan düzəlib 4 gün yazılır orada. Aşağıda 3 gün yazılıb. Ayın 19'u dünən idi. 4 gün əvvəl attım o videoları. İnşallah o videoya gülərsiniz. Bu dəfə sizi güldürməyəcəm ama bu dəfə adi video çəkəcəyik. O video biraz güldürmə videosuydu. Dostlar, ama size bir söz deyim. O komedixana var ha. Komedixana da insanlara çok güldürülür bilirsiniz. Çünkü komedixanada ne bileyim Mənsur Şərif var. Ondan sonra Mənsur Şərif var. Sonra İlkin Misgərli var. Sonra kənd havasından tanıdığımız Xəyalə Quliyeva var. Hatta İlkin Misgərli, Mənsur Şərif, onlar da kənd havası kinosundan tanıyırıq. Onlar da kənd havasında Mənsur Şərif Qoşqar rolunu canlandırmıştı. İlkin Misgərli Qasım rolunu canlandırmıştı. Xəyalə Quliyeva da Qəmər rolunu canlandırmıştı. O kinoya da baxın. Orada da 3 oyuncu da 3 fərqli rolları canlandırıb. Bu da 3 oyuncunun da fikir verdiksə 3 oyuncunun da o kinoda at başlığı Q ilə başlayır. Qoşqarda da Q ilə başlayır. Qasımda da Q ilə başlayır. Qəmərdə də Q ilə başlayır. 3 dənə Q ilə başlayan ailə. Fərq edəcək bunu. Ama komedixanada da qəşəng oynadılar. Hətta komedixana və həm komedixanada həm də kənd havasında oynamaları eyni günə denk gəlir. Çünki kənd havasının da birinci və ya ikinci bölümləri 2024-də çəkilib. Komedixananın da özü bölümlərdən bazıları 2024-də çəkilib. Onlar həm kənd havası həm də komedixanada elə bir sıra oynayırlar kimi gəldi mənə. Necə deyim? 2000 Hatta kənd havasının 48-ci bölümünə baxdınız dəqiq. 48-ci bölümündə Qoşqar güya elə bilirik ki, Qoşqar oğulluq edir, amma əslində oğulluq eləmir. Atası Qasım dayı da ona bir dənə saparaq vurmuşdu. O səhnədə olan da mənə çox biraz pis elədi. Çünki Qoşqara saparaq vurdu. Qoşqarın onun o məsum baxışları, o kövrək baxışı doğrudan da mənim içimə əsər elədi. Yəni, çox pis oldu. Sonra Qoşqarın axırda çıxıb gedir. Qoşqar usta elə idi də. Kinoda nətər karakteri canlandırmışdısa, hər dəfə atası ona bir şey deyən kimi təsərə çıxıb gedirdi. Nə vaxt atası nəsə dedi də çıxdı getdi. Ya da deyir atasını nə bilim. Orada Allah rəhmət eləsin bilmirəm. Orada atasının anası ölüb, öz nənəsi. Atası ona məsələn qoyun demişdi bir dənə səhnədə. Orada getmişdi onun atasının anasına demişdi ki, sənin də mənə qoyun dedi. Sənin oğlum mənə qoyun dedi. Xəbərləyirdi bütün atasını. Yəni anası da oğlunun, yəni Qasımın yuxusuna getirdi bir dəfə. Onlar da çox belə enteresan bir şeydir dostlar. Doğrudan da ama size bir şey diyeyim. Yani var dediğinde bir şey var da bu hayattır bence de. Yani böyle bir kino. Şimdi dostlar değilse ben var ha. Yani bir adam olmuşam kino. Bana bildir. Videolarda mahnı okuyan bir insan. Sizi güldüren bir insan. Sizi güldürmeye göre ciş bambır hərəkət edən insanlardan bir tanesi mən. Sizi güldürmək üçün elə olur ki, dəli hərəkətlər edən tət insan mən.
Elə olur ki, çölə çıxıb qorxu videosu çəkən mən. Qorxu videosu yox. Çöldə qəribə səslər çıxır da, onları da mən çıxardırdım. Yadımıza düşür 19 sentyabr. 19 sentyabrda çıxmışdıq çölə, güya Kırsaya çıxmışdıq. Oradan qəribə səslər idi belə. İsmail Mirzəyev işim bitdi. O səsləri əslində mən çıxardırdım. Onlar yalan idi. Dediyim kimi dostlar. Hətta 10 sentyabr falan da var. 10 sentyabr yadınıza düşdüsə çox gözəl Qara Faruk kimi filmlər çəkmişdi. Hayalət kimi. Onları da gedib izləyə bilərsiniz. Hamısı orada var. 10 sentyabr və indi də noyabrdayıq dostlar. Aradan 2 ay keçdi. O videoların üstündən 2 ay keçdi. Nə bilim 10 sentyabr, 5 sentyabrda 2 mahnı oxumuşdum. Onların üstündən 2 ay keçmiş oldu. Amma unutmayın. Çox yaxında sizə demişdim. 5 dənə mahnı oxumuşduq. Hətta yadınıza düşürsə 5 noyabrda da demişdim bir dənə mahnı oxumuşdum. Dedim izləyin onu. 5 noyabrda oxumuşdum. Yadınıza düşürdü. Gedib izləyərdiniz. Demişdim ki 6-cı mahnı gələcək. Dostlar bu 6-cı mahnı düşünürəm ki sabah gələcək. Gözləmədə qalın. Yaxşı, gözləmədə qalın. Bir də sizə bir şey xatırlatım. Dostlar. Yadımıza düşdü 25 avqust. Orada Sevisin haqqına söz söyən adamı yeyən ləqabı olan kişi Sevisə söz söymüşdü deyə. Mən də o kişiyə o videolarda axışıma gələni deyirdim. Yadımıza düşdü mü? O videolar var ha. İzləməyib. Belə baxmışam, haradasa biraz çox izlənib. Yəni məsələn, mənim o bir dənə videom var, o çox izlənib. 5 sentyabrda 2 dənə mahnı oxumuşdum. 5 sentyabr. O məsələn, baxıram çox izlənib. Çox izlənib. Bunu gördüm, buna fikir verdim. Ələ deməli, bomba kimi. İndi də şeyə baxdım. Bu sizi güldürdüyüm video var ha, 16 noyabr. O da çox izlənib özü. Yəni o da getdi izlənir. Deməli siz belə videoları biraz bəyənirsiniz. Amma sizə bir şey deyim mi? Bu videolar var ha. Amma elə biləcək ki bu videolar boş videodur. Nə bilim mən orada xəstə hərəkət deyiləm. Amma elə biləcək ki mən dəliyəm. Ciddi hərəkət eləyirəm. Sırf mən sizə görə bunları eləyirəm ki siz gülün. Yox, mən xəstə adam, dəli zat deyiləm. Sizi güldürməyə görə belə şeylər də deyirəm ki, sizin biraz da olsun moralinizi aparım ona görə. Başa düşdünüz? Məsəl üçün videolarda mahnı oxumamın səbəbi sizləri sevindirmək və sizləri daha çox əyləndirmək üçündür. Mən mahnı oxuyuram, siz məni izləyirsiniz. Görün nə qəsəy. O oxuduğum 5 mahnıya da qulaq asın dostlar. Dediyim kimi 6-cı mahnı ya sabah ya da bir gün gələcək. Səbirli olun, gözləmədə qalın, gələcək. Sağ olun. Bir də ki o qaqasını oxuduğum bir dənə mahnı var. O mənim yadımda deyil. Bir dənə oxuyum da elə belə. Laksudu interesna, laksudu interesna, komada kalanda, komada kalanda, komada kalanda, komada kalanda, komada kalanda, komada kalanda, ezedin insana, komada kalanda, komada kalanda, ezedin insana, Roma istəyəndə, uçuruq göylərə, heç bilinmir hara. Nana istəyəndə, uçuruq göylərə, heç bilinmir hara. Komada qalanda, uçuruq yayva. Komada qalanda, uçuruq göylərə.
Roma istəyəndə, Roma istəyəndə gedirəm yerlərə, gəlirəm göylərə. Diriritdiridi, diriritdiridi, didididididi, didididididi. Leksudu interesna, leksudu interesna, komada qalanda, komada qalanda. Leksudu interesna, leksudu interesna, komada qalanda. Komada qalanda, komada qalanda, komada qalanda, komada qalanda, komada qalanda, uçuruq göylərə. Necə idi? Ben elə belə oxudum ha. Qaqaş nəsir oxuduysa mən bu mahnını yoxsa bilirdim. O Qaqaş hərdən bilirdi bilmirəm. O Qaqaş da mən idim çünki.